O əvəzliyindən sonra hansı hallarda vergül qoyular? Gəlin cümlələrə baxaq. O yenə gəldi, o hələ tələbədir. Çox maraqlıdır ki, tələbələr bu iki sözü çox qarışdırır. Bu sözlərdən biri yenədir, digəri də hələdir. Bunları köməkçi nitq hissəsi kimi götürürlər cümlələrdə. Yəni dəfələrlə şahid olmuşam bu tipli ifadələrdə, cümlələrdə yenə və hələ tipindəki sözləri köməkçi nitq hissəsi kimi götürürlər. Bu tamamilə yanlışdır. Yenə və hələ bunlar zaman zərfləridir və bu ifadələr mütləq ki, o əvəzliyinin mübtəda vəzifəsində işləndiyi cümlədən sonra vergüllə işlənməlidir. Yəni o gəldi. Kim? O mübtədadır. Özündən sonra zərf gəlib. Zərf gəlibsə vergül qoyulmalıdır. O hələ tələbədir. Tələbədir kim? O özündən sonra zərf gəldi. Deməli vergül qoyulmalıdır. Yenə və hələ sözləri köməkçi nitq hissəsi deyil, zərfdir və o əvəzliyi mübtəda olarsa özündən sonra zərf gəldiyi məqamlarda vergül qoyulmalıdır. Siz də bu tipli video izahların davamı üçün kanala abunə ola bilərsiniz.